Qurban bayramından bir gün əvvəl Ərəfə günüdür. Ərəfə gecəsini mümkün olduğu qədər, gücünüz çatan qədər ibadətdə keçirməyiniz tövsiyə olunur. Hədisdə var ki, kim Ərəfə gecəsini ibadətdə keçirərsə, 170 il ibadətin savabı yazılır. Yəni, böyük bir ömür ibadətin savabına bərabərdir. O gecəni dua və ibadətdə keçirmək. Bir tövsiyə də var, alimlər deyir ki, başqa insanları, başqa möminləri çox dua eləyin. Ərəfə günündə hədisdə var ki, bir mələk dayanır insanın başı üzərində, insan başqasını dua edərkən nida eləyir ki, onun neçə bərabəri sənin özü olsun. Nə ki dua eləmişdin, ondan artığını özü qəbul edirlər. Ərəfə günü etiraf günüdür. Ərəfə günü düşüncə və təfəkkür insanın özünü hesaba çəkdiyi bir gündür. Öz əməllərini, öz günahlarını hesaba çəkdiyi bir gündür. Ona görə də Ərəfə günündə Allahın dərgahına yönələk, bacardığımız qədər Allaha ibadət eləyək. Allahdan da arzu edirəm, Allah bütün ibadət eləyənlərin, dua eləyənlərin ibadət və dualarını qəbul eləsin.